Allahu Ekber! Gecəyə qədər buradan çıxmaq lazımdır. Tez olun. Yox, mən buna razı ola bilmərəm. Əmir, o səndən əsirləri qaytarmağından başqa bir şey istəmir ki. Bunda nə pis iş var? Sən artıq Hüseyni öldürdün, ondan intiqamını aldın. Qoy məndən başqa şey istəsin, bəlkə razı oldum. Amma buna razı deyil. Üzr istəyirəm Əmir. Nə xəbərlə gəlmisən Qövs? Yanınıza şikayət etmək üçün adamlar gəlib. Nə istəyirlər? Bizans'ı işğal eləyim? Yox Əmir. Deyirlər ki, Bizanslılar müsəlmanlara hücum edib, onların var dövlətini talan eləyiblər, evlərinə yandırıblar. Bizdən kömək istəyirlər. Bizanslını göndər görsün nə istəyirlər. Qoy o həll eləsin onların məsələsini. Lakin Əmir, Qövs, nə deyirəm onu da elə. 15 nəfərlə gedib onların yolunu kəsin. Mənsə çalışarım ki, onlar heç yana getməsinlər, eşitdiniz məni? Tez eləyin, tez olun, tez olun! Qaytarın bize peygamberin ehli beytini. Siz kimsiz? Biz Allah'tan başka Allah yoktu. Muhammed onun Resuludur. Hüseyin ise Allah yolunda yaranmışların en lanetlisi tarafından şehit olup diyenlerik. Bizimle döyüşmeye sizi ne vadar eləyib? Andolsun Allah Hüseyin'in intikamını almaktan ve sizin kanınızı tökmeyle Allah'a yakınlaşmaktan aziz. Bizim için hayatta hiç ne olabilmez. Allahu Ekber! Əmirlə danışdım, artıq sənin tələbindən razı olub. Doğrudan? Əlbəttə. Qorxuram hiylə işlələr, dediyini əməl eləməz. Yox, nə danışırsan? Əmir heç vaxt belə iş tutmaz. Özü sənə vədə verdi ki, onları Mədinəyə qaytaracaq, hə? Elədir. Artıq əsirlərin arxasınca düşənlərə xəbər göndərib ki, onları öz baba yurdlarına hörmətlə qaytarsınlar. Əminəm ki, o fikrini dəyişməyəcək.
Hə Hind. Narahat olma, artıq körpəni qəm-qüssədən azad edə bilərsən. Allahu Ekber. Eşhedü en la ilahe illallah. Vahdehu la şerike leh. Ve eşhedü enne Muhammeden abduhu ve resuluh. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Esselamu aleyke eyyühen nebiyyü ve rahmetullahi ve berekatuhu. Benim əsgərimi öldürən cəzalanmalıdır. Dayan Şimir. Bizi öldürmək İbn Ziyada tapşırılsaydı çoxdan öldürmüşdü. O səndən də alçaq, səndən də şərəfsizdir. Qız xəstə qardaşını müdafiə etmək üçün onu öldürüb. Məni öldür. O öldürməyib. Mən özüm öldürmüşəm, öldürürsənsə məni öldür, ona dəymə. Bu əhl-i beytin fədakarlığına təəccüb edirəm. Əgər biz onların nazı ilə oynasaq hələ çox əskərimizi öldürəcəklər, bunu bil. Əskərlərinin bəlasını bizdən uzaq elə, İbn Zilcəfşən. Onsuz da özünüzə bəla qazanmısınız. Biz isə savab qazanmışıq. Hüseynin qəbrinə məndən salam deyərsən. Tərsizlər. Əli bağlı qız qaçıb xilas oldu. Təcüz. Bir neçə atlı ilə get. Hava qaralmamış, gətirin onu bura. Zənn etmirəm ki, o çox uzağa getsin, tez ol. Ana, nə baş verir? Bacım Səkinə hanı? Ağır olsun şərəfsizlərə, ağır olsun. Allah qəhr etsin bu səfəri. Bunları xəlifəyə çatdırmaqdansa 2 dağı çiynimdə daşısaydım daha asan olardı. Qorxma möhtərəm xanım.